İkinci amil birlik və yaxud da ayrılıq. Quranda ayəmiz var. Alimran 103-cü ayədə Allah bizə nəyə əmr edir? Bir olmağımıza. Birlik olsa inkişaf olacaq. Birlik olmasa inkişaf olmayacaq. Ki, indi birlik nə deməkdir? Bu arada ayəmiz, hədisimiz ki, ola bilirsiniz yəni. Üçüncü amil, yaxşılığa dəvət, pislikdən çəkindirməlik. Ki, Firuddin, dinin budaqlarından olan etiqadlarımızdan bizim biridir, həm də əməli, daha doğrusu bölmədir. Quranda var, 79-cu ayədə Maida surəsində onlar bir-birini etdikləri pis əməldən çəkindirmirlər. Onların görüşləri iş necə də pis iş idi. Bura yoxdur, mən bir şey yadıma. Şöyə Peyğəmbərin dövründə səhv etməmsə 100 minlik əhalini Allah təala məhv edir. Demişəm bu sizə. Peyğəmbər tarixi dərsimizdə danışmışam. Şöyə Peyğəmbər deyir ki, Allah bunların 40 mini, ya 60 mini möminlər idilər. Bəs bunlar niyə məhv oldular? Onları bildik. Dedi, o möminlər səslərini çıxarmırlar. Dedi ki, deyər ki, canı cəhənnəmə, özü bilər, nə işin var, şər mənə uzaq olsun. Bir bax, təbliğ eləyə, tərəf anlamır, oyanmır, o heç. Bir bax ki, heç sən demir. Görür, düşür onun içərisinə, adam demir. Deyir, niyə demirsən? Bax, dost oğa deyirlər də, dost odur ki, sən səhvi desin. Dost sözü heycaya bölünmür. Əgər dost sən səhvi deyilsə, deməli, sənə görməsi qüsursuz. İstəmə sənə bir səhv olsun, o sənə fəxirlə, sənin qüsursuzluğuna. Başqa yerə sənin dostluğun kamilliyini təriflərində o sevinir. Dost odur ki, sənin səhvi deyilsin. Amma dost deməsə, sabah sənin səhvin daha da böyük olsa, yapışır yaxasına ki, bax, sən mənim dostumsan, gömürüm mənim səhvlərimi, niyə demirdin? Və səninci dostsan. Deyək, dost olsun, səhvin deyilsin. Mən eşitmişəm böyük alimlərin birindən ki, mehriban adam muizə eləyər, mehriban adam nəsihət eləyər. Ancaq öz xeyrini istəyən, başqalarının ziyanı istəyən adam qarışmaz elə oba, cəmiyyətə qarışmaz, sözün demə, danlamaz. O deyir, iynə kimi də acı, amma həqiqətdə bizə xeyirdir. Haqq olsa da həqiqətdə, acı olsa da həqiqətdə haqdır. Gərək ki, insan desin, deyir, bəli, bunlar deyilmirdi, yaxşılığa dəvət edilmirdi, pislikdən çəkindirilmirdilər, o belə bir inkişaflardan geri qayırdılar. Amma bunlar deyir, olsa inkişaf olacaq. Dördüncü fəsad, günah, əxlaqi pozğunluqlar, hər hansı bir şey. Mən demişim ki, yenidərəm, mən bu işin içərisindəyəm, uşaq yaşım harasa 34 ildir, 10 yaşımda. İlahiyyat sistemində, ruhani sistemi deyim, axundluq, işləmişəm neçə ildə, axund, molla, hamısından deyim, hamısı elə sahillikdə. Bir də müəyyən mənfi xüsusiyyətlər var, insan evin yıxan. Biri lovğalıqdır, minbərə oturan biraz hamı yoxa, müəyyən insan, Allah hamını uzaq eləsin, lovğalıq yarana bilər. Tam baxır, həvəslə, ehtam edirlər, nəlim filan. Biri də pis olma qorxusudur. Mən bunu deyərəm, cəmaat mənə 3 sevirər. Mən bu deyərəm, mənə daha sevməzlər, mənim fanatlarım olmaz, mənə daha dəvət eləməzlər, mənə daha nə bilim baxmazlar. Bu pis bir şeydir. Sən haqqı deməlisən yerində, həddində, ancaq tərifləyərsən, ancaq xoş sözlər deyərsən, ancaq insanın yatızdıran hədislər deyərsən, bu yaxşı, bu təbliğ deyil. Təbliğdə müəyyən şərtlər var. İnşallah xaricıq biz bu günlərdə müəyyən şərtləri, vaxtımız müqabilində təbii ki. Məsələn, bunlar deyilməsə, əxlaqı pozğunluqlar cəmiyyətdə inkişaf eləyəcək. Sən bugün görürsən müəyyən bir dindar oğlan, dindar xanım, noxuqqa çıxarlar canlı, TikTokda, canlıda, dini mərsiyatında, qumar oyunlar falan. Hə, bu deyilməsə, təbii ki, daha çox olacaq. Gələ bunlar deyilsin. Çox təəssüf bu günləri bizə çox azdır. Elə şey, gələ deyilsin. Deyilməndə daha çox olacaq. Bizim vəzifəmiz deməlidir. Quranda ayə var, Hud 116, Ənbiya 13, Müminun 33. Orada Allah danışır, deməli, bir çox aləmiz var. Bunların bir qismi sərvət, rahat yaşamaq, həlak olmaq kimi dəyərləndirilir. Ki, fəsad, günah, əxlaqi pozğunluqlar. Yəni, əxlaqsızlıq sıfələr bizim düşündüyümüz o mənada deyil. İstər kişi, istər qadın. Mənəvi cəhətdən də, ruhu cəhətdən də, düşüncə baxımından da, dil baxımından da insan əxlaqsız ola bilər. Hələ sırf geyinlə ölçülməz, başqa şeylərlə ölçülməz.